Дорогие друзья, Əziz dostlar, sizin üzünüzü görmək çox xoşdur. Bu gün yenidən Azərbaycanlı əsirlərin xilaskarı, vicdanı hər şeydən üstün tutan Pierre Richel'dan bəhs edəcəyik. Bir müddət əvvəl hazırladığımız geniş video materialda onun Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi kimi əsir saxlanan soydaşlarımıza qarşı göstərdiyi humanist yanaşma barədə ətraflı danışmışdıq. Pierre gəlirdi Mısmınaya, o bir qırmızı xaç işçiləri gələndə belə 2 aydan, 3 aydan bir gəlirdi. Ancaq bu isə gördük ki, bizi incidirlər, nəzarətin gücləndirdi. Qırmızı xaç Pierre ilə Elizabeth gəlirdi. Bunlar Elizabeth həkim idi. Pierre isə tərcümançı kimi belə yanında da gəlirdi də belə nəzarətçi. Pierre demək olar ki 3 gündən bir, 4 gündən bir gəlirdi, ərzaq gətirirdi, qida gətirirdi. Ondan sonra o türmənin rəis heyətindən gəldilər. Oradan Qor gəldi, yadımda adları qalandan Kamo gəldi, Manuel gəldi. Gəldilər, o kimin vəziyyəti yaxşılaşıb. Məndən başqa səhv eləmirəmsə bir nəfər də apardılar, yadımda qalmayıb adı valla. Götürdülər 2 nəfər bizi apardılar. Öcə türməyə maşını ilə, Uazla apardılar. Yenə getdim orada da yenə gəlirdi. Pierre gördü vəziyyətim təzədən yenidən korlanır. İkinci dəfə məni Novruz bayramı ərəfəsində bir dəfəlik xəstəxanaya gətirdi. Möhkəm qanun da qoydu ki, bu adam buradan getməyəcək. Bunun işlək qabiliyyəti yoxdur. Təvazökarlıqdan uzaq olsa da qeyd etməliyik ki, məhz bizim vasitəçiliyimiz və təşəbbüsümüz sayəsində Pierre Richel illər öncə xilas etdiyi keçmiş əsirlərin təşəkkür və minnətdarlığını qəbul etmişdi. Easy, easy. We are here with the Red Cross. These men are under our protection now. Let us pass. Ötən sayımızdan bu yana biz dəfələrlə Pierre ilə əlaqə saxlayaraq tamaşaçılarımızın ondan bir müsahibə eşitmək istədiyini bildirmişdik. Lakin o hər zaman olduğu kimi bu təklifi nəzakətlə geri çevirirdi. Çünki o etdiklərini bir qəhrəmanlıq deyil, sadəcə öz vəzifəsi və insanlıq borcu hesab edirdi. Amma biz geri çəkilmədik. İllər öncə Azərbaycanlılara böyük yaxşılıq etmiş bu vicdanlı şəxsin heç olmasa bir görüntüsünü əldə etmək və onun son halını sizlərə təqdim etmək bizim üçün bir vəfa borcu idi. Və nəhayət axtarışlarımız nəticə verdi. Artıq ömrünün nahal çağlarını yaşayan qəhrəmanımızın keçmiş dostlarına, yəni vaxtilə xilas etdiyi Azərbaycanlı əsirlərə ünvanladığı eksklüziv video müraciəti əldə edə bildik. Bu müraciətdə Pierre kövrək hisslərlə etiraf edir ki, o insanların çoxunu hələ də xatırlayır. Bəziləri yaşlaşdığı üçün simasının dəyişdiyini desə də, o ağır günlərin xatirəsi hələ də onun yaddaşlarında təzədir. Pierre bu müraciətdə bir daha vurğulayır ki, Qızıl Xaçın keçmiş nümayəndəsi olaraq rəsmi müsahibə vermək ixtiyarı yoxdur. O, Azərbaycanlı əsirlərin qorunması və onların sağ-salamat təhvil verilməsi üçün gördüyü bütün işləri sadəcə bir vəzifə olaraq xarakterizə edir. Lakin biz yaxşı bilirik ki, bu vəzifənin arxasında böyük bir cəsarət də dayanırdı. Xatırladaq ki, əslən İsveçrədən olan Pierre Richel Azərbaycanlı əsirlər üzərində erməni işgəncələrinə qarşı sanki bir qalxan rolunu oynayıb. Məhz bu dürüst və ədalətli mövqeyinə görə o Qarabağda erməni separatçıları tərəfindən dəfələrlə hədəf alınmışdı. Ona qarşı bir neçə dəfə sui-qəsd təşkil edilsə də xoşbəxtlikdən o sağ qalmağı bacarmışdı. Bugün o bizə uzaqdan bir salam göndərir. Bu salamın arxasında isə yüzlərlə xilas edilmiş həyat və sönməyən bir insanlıq işığı dayanır. İndi isə Pierre'in sizlərə keçmiş əsir dostlarına olan video müraciətini təqdim edirik. дорогие друзья, Əziz dostlar, sizin üzünüzü görmək çox xoşdur və eyni zamanda orada məni unutmadığınızı görmək daha çox xoşdur. приятно там видеть, что вы меня не забыли. Bu əlbəttə hörmət əlamətidir. Mən də bunu qəbul edirəm. Bu mənim üçün böyük bir şərəfdir ki, siz məni sadəcə unutmadınız. Mən də sizi xatırlayıram. Sizin fotolarınızı gördükdə əlbəttə ki, hamınızı tanımadım. Çünki biz hamımız qocaldıq, böyük kişilər olduq. Amma əvvəlki fotolarda biz çox gənc idik. Были как пацаны, когда я вижу фотографии, которые вы поставили. Действительно, мы были очень такие молодые. Но Beləliklə, indi mən sizə zənglərinizə cavab verə bilmədim, çünki mən işdə idim və mən sadəcə bir neçə dəqiqə ayırdım ki, sizə böyük təşəkkürümü bildirim. большое вам спасибо.
одно, которое очень важно. Bir çox vacib olan məsələ var ki, əslində məndən bəzən jurnalistlərə danışmağımı xahiş edirlər. Amma bunu mən edə bilmərəm. Çünki mən Qırmızı Xaç üçün işləyirdim və bu təşkilat neytral bir təşkilatdır. Организация нейтральная, и значит мы вообще не занимаемся политикой. Yəni biz ümumiyyətlə siyasətlə məşğul olmuruq. Mənim o vaxt etdiyim işlər tam olaraq Qırmızı Xaçın işi idi və mənim bunun haqqında danışmağa heç bir icazəm yoxdur. Bizim münasibətlərimiz, bizim xatirələrimiz qəlblərimizdə daimi qalacaq. Mən sizə deyə bilərəm ki, sizlərə kömək etmək, sizlərlə tanış olmaq və sizə hörmət bəsləmək böyük bir şərəf idi. Смог помочь, но тоже то, что я смог с вами познакомиться и уважать. Вот. Поэтому я вас очень прошу. Odur ki, xahiş edirəm. Mənim barəmdə jurnalistlərin təqdim etdiyi videoları mənə ötürməyin. Çünki bu birincisi mənim xoşuma gəlmir, ikincisi isə bunu etmək olmaz. Ona görə də xahiş edirəm, şəxsi əlaqələri insanlıqla qoruyaq. Amma danışmaq və baş verənləri izah etmək mövzusuna gəldikdə isə bunu etmək olmaz. Хранили личные связи, по-человечески, но все касается... Sizə hər bir yaxşı şey arzulayıram və xoşbəxt olun. Bu sizin üçün dilədiyim səmimi arzudur. Xoşbəxt olun, köhnə dostlar. Всего доброго и давайте. Bu görüntülərin yayımlanması bəlkə də Pierre'in özünə xoş gəlməyə bilər, amma dəyişməyən bir həqiqət var. Bu kadrlar yalnız bir hadisənin deyil, həm də bizim ağrımızın, yaddaşımızın və tariximizin bir parçasıdır. Tarix isə unudulanda yox, xatırlandıqca yaşayır. Azərbaycanın ən ağır günlərində Pierre'in göstərdiyi vicdan və insanlıq nümunəsi zamanın sərt sınaqlarından keçərək yaddaşlarda silinməz iz buraxıb. O bəlkə də bunu xüsusi bir qəhrəmanlıq kimi görmürdü. Amma Azərbaycanlı əsirlərin gözündə o bir ümid işığına çevrilmişdi. Tarix unutmur, yaddaş silinmir. Təəssüf ki, eyni sözləri ondan əvvəl bu vəzifəni daşıyan Mark haqqında demək olmur. O əksinə daha çox qarşı tərəfin mövqeyini müdafiə etməklə yaddaşlarda qalıb. Biz əlimizdə olan məhdud imkanlarla Pierre olan təşəkkürümüzü bu şəkildə ifadə etməyə çalışdıq. O sanki fərqinə varmadan vicdanının səsinə qulaq asaraq insanlığın tərəfində dayandı və bunu öz davranışı ilə sübut etdi. Zaman keçəcək, illər bir-birini əvəz edəcək, amma belə anlar və belə insanlar yaddaşlardan silinməyəcək. Çünki bəzi izlər tarixdə yox, insanlığın özündə qalır. Salamat qalın.